Prolaktin hipofiz vəzin laktotrof hüceyrələrindən ifraz olunan hormondur. Normalda hamiləlik zamanı süd ifrazı üçün artmağa başlayır. Çünki orqanizm doğuşdan sonra körpəni qidalandırmağa hazırlaşır. Bəs süd verməyən, hamilə olmayan qadınlarda qanda prolaktin səviyyəsi niyə yüksəlir? Əgər qanda prolaktin yüksəkliyi varsa, hansı simptomlar olacaq? Menstruasiyada düzənsizliklər, cinsi istəksizlik, sonsuzluq şikayətləri varsa, qanda mütləq prolaktin baxılmalıdır. Hamiləlikdə, ürəyin, qaraciyərin funksiyalarının pozulması hallarında, bəzi dərmanların yan təsiri olaraq qanda prolaktin yüksəkliyi görülə bilər. Əgər bunları inkar ediriksə, mütləq şəkildə prolaktinoma araşdırılmalıdır. Prolaktinoma nədir? Hipofiz vəzin normadan artıq prolaktin sintez edən adenomasıdır. Hipofiz adenoması çox hallarda xoş xassəli olur. Nadir hallarda ətraf toxumalara yayılır. İlk müalicə dərman müalicəsidir. Dərmanla bu törəmənin ölçüsündə kiçilmə görülə bilər. Simptomlar geriləyə bilər. Əgər bununla biz nəticə əldə edə bilmiriksə, cərrahi müalicə seçilə bilər.